Salam, bugün sizinlə birlikdə Azərbaycan Əmək Məcəlləsinin təməlinə baxırıq. Yəni, ilk bölməsi olan ümumi müddalara. Çoxlarınız üçün bu maraqlı mövzudur, bilirəm. Bu araşdırmamız isə jobsons.co iş elanları və namizəd axtarışı platformasının dəstəyi ilə hazırlanıb. Salam. Bəli, məqsədimiz qanunun o quru, rəsmi dilini təkrarlamaq deyil əslində. Çalışacağıq ki, bu qaydaların, yəni müddaların sizin iş həyatınızda nə demək olduğunu açaq. İstər işçi olun, istərsəniz də işə götürən. Bu ilk bölmə, belə deyək də, bütün əmək münasibətlərinin təməlidir. Əsas prinsiplər buradadır. Aynən. Gəlin elə birbaşa mətləbə keçək də. Məcəllə deyir ki, əsas məqsəd işçi ilə işə götürən arasındakı münasibətləri tənzimləməkdir. Yaxşı, amma burada tərəflərin hüquq bərabərliyi prinsipi vurğulanır. Bu, praktikada nə qədər realdır? Çünki bilirik ki, güc balansı işdə həmişə bərabər olmur. Çox doğru, çox vacib bir məqama toxundunuz. Baxın, qanunvericiliyin əsas məqsədi elə məhz bu, necə deyim, qeyri-bərabərliyi minimuma endirməkdir. Hüquq bərabərliyi deyəndə. Yəni, qanun qarşısında hər iki tərəfin hüquqları da, öhdəlikləri də eyni dərəcədə qorunur. Məcəllə xüsusilə işçiyə müəyyən minimum zəmanətlər verir. Niyə? Çünki onu daha güclü mövqedə olan işə götürəndən qorumağa çalışır. Məsələn, o prinsip var ki, əmək münasibətləri mülki müqavilələrlə rəsmiləşdirilməsin, yəni daha az qorunan formalarla. Bu, birbaşa bunu hədəfləyir. Aydındır. Bəs maddə 9-a baxaq, işçi hüquqları. Çoxu bizə tanışdır, maaşdır, məzuniyyətdir, təhlükəsiz şərait və s. Amma məsələn, orada belə bir bənd var. Əmək müqaviləsi şərtlərinin dəyişdirilməsi üçün müraciət etmək hüququ. Bu praktikada necə işlər? Sanki çox vaxt buna fikir vermirlər, elə deyilmi? Haqlısınız. Bəlkə də daha az diqqət çəkən, amma əslində önəmli bir hüquqdur bu. Yəni bu o deməkdir ki, siz məsələn iş şəraitinizdə, vəzifənizdə, hətta maaşınızda bir dəyişiklik istəyirsinizsə, rəsmi şəkildə işə götürənə müraciət edə bilərsiniz. İşə götürən də gərək bu müraciətə, necə deyim, əsaslandırılmış şəkildə cavab versin. Əlbəttə bu o demək deyil ki, mütləq razılaşacaq. Amma bu hüquq ən azından dialoq üçün, şəffaflıq üçün bir mexanizmdir. Həmçinin o təhlükəsiz və sağlam şərait tələbi də boşuna deyil. Yəni ciddi pozuntular varsa, işdən imtinaya qədər gedən hüquqlarınız mövcuddur. Maraqlıdır. Keçək o biri tərəfə. İşçinin vəzifələri maddə 10 və işə götürənin hüquq və vəzifələri maddə 11-12. İşçinin vəzifələri ümumən aydındır da, yəni vicdanla işləmək, qaydalara əməl etmək və s. Amma işə götürənin vəzifələrinə gələndə, xüsusilə o maddə 16, ayrı seçkiliyin yol verilməzliyi və maddə 17, məcburi əməlin qadağan edilməsi. Bunlar niyə bu qədər önə çəkilib qanunda? Nəyə görə bu qədər vurğulanır? Çünki baxın, bunlar əmək hüquqlarının fundamental prinsipləridir, ən əsaslarıdır. Və təəssüf ki, elə məsələlərdir ki, pozulma hallarına rastlaşırıq. Ayrı seçkilik qadağası, yəni cinsə, yaşa, irqə, əqidəyə, hətta sağlamlıq vəziyyətinə görə fərq qoymamaq. Bu o deməkdir ki, işə qəbuldan tutmuş, iş şəraitinə, maaşa qədər hər kəsə yalnız işgüzar keyfiyyətlərinə görə yanaşılmalıdır. Başqa heç bir amil rol oynamamalıdır. Məcburi əmək qadağası isə çox aydındır, yəni hər kəsin öz azad iradəsi ilə işləmə hüququnu təmin edir. Bu maddələrin belə vurğulanması həm də beynəlxalq əmək normalarına uyğunlaşmağın göstəricisidir və əlbəttə potensial sui-istifadə hallarının qarşısını almaq üçündür, qəti qadağandır. Bəli, bütün bu hüquqların, vəzifələrin reallaşması üçün xüsusən də işə qəbul kimi həssas bir mərhələdə ədalətli proseslərin olması çox vacibdir. Və elə bu məqamda müasir texnologiyalar, məsələn, iş axtarışı platformaları necə kömək edə bilər? Məhz burada sponsorumuz jobzones.co-ya da düşür. Tamamilə doğrudur. Ədalətli işə qəbul prinsiplərini, bax bu məcəllədə yazılanları həyata keçirməkdə jobzones.co kimi platformaların rolu böyük ola bilər. Onlar məsələn standartlaşdırılmış müraciət prosesləri təklif edir, namizədləri bacarıqlarına görə obyektiv filtrələməyə imkan verir. Belə alətlər işə götürənlərə kömək edir ki, məhz işgüzar keyfiyyətlərə fokuslarsınlar. Platformada o tez-tez verilən suallar bölməsi var, HR mütəxəssisləri üçün müsahibə sifarişi funksiyası var. Bunlar hamısı prosesi asanlaşdırmağa yönəlib əslində. Belə isə buradan HR mütəxəssislərinə bir çağırışımız olsun. İşə götürmə prosesinizi jobzones.co-nun
innovativ həlləri ilə, necə deyərlər, gücləndirin, optimallaşdırın. Üstəlik çox cəlbedici bir təklifləri də var. İyun ayı ərzində, baxın, platformada işə götürənlər üçün olan panelə qoşulan şirkətlər platformanın premium xüsusiyyətlərindən tam 3 ay boyunca ödənişsiz istifadə edə biləcəklər. Bu əla fürsətdir. Jobzones.co saytına daxil olun, detalları öyrənin və fürsəti dəyərləndirin. Beləliklə, bugün gördük ki, Əmək Məcəlləsinin bu ilk bölməsi, yəni ümumi müddalar, sadəcə quru qanun mətni deyil. Bunlar bizim gündəlik iş həyatımızdakı hüquq və vəzifələrimizin təməlidir və Jobzones.co kimi platformaların da bu hüquqların reallaşmasında necə bir vasitə ola biləcəyinə toxunduq. Bəli, unutmayın, məlumatlı olmaq gücdür. Həm işçi, həm də işə götürən kimi öz hüquqlarınızı və müasir alətləri bilmək sizə üstünlük verir. Jobzones.co platformasını sosial mediada izləməyi də unutmayın. Və sonda sizə bir düşüncə üçün sual. Sizcə, gələcəkdə əmək qanunvericiliyi ilə bu cür rəqəmsal platformaların inteqrasiyası hansı yeni, bəlkə də gözlənilməz imkanlar və ya çətinliklər yarada bilər? Bu barədə düşünməyə dəyər. Hələlik sağ olun. Salam əziz dinləyici, bugün çox aktual bir mövzuya toxunacağıq, iş vaxtı. Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu barədə nə deyilir? Gəlin birlikdə baxaq. Məqsədimiz bəzi qaranlıq qalan məqamlara aydınlıq gətirməkdir. Onu da deyim ki, bu söhbətimiz Jobzones.co iş elanları və namizəd axtarışı platformasının dəstəyi ilə hazırlanır. Yaxşı, başlayaq görək məcəllə nə deyir? Normal iş vaxtı nədir ümumiyyətlə? Salam, bəli, çox vacib mövzudur. Deməli, məcəlləyə görə normal iş vaxtı, belə deyək, standartı müəyyən edir. Gündəlik iş vaxtı 8 saatdan çox ola bilməz. Həftəlik isə 40 saat. Bu, yəqin ki, çoxumuza tanışdır. 5 günlük iş həftəsi, 2 gün istirahət, ən çox yayılan budur. Düzdür, amma bəzən istehsalatın xüsusiyyətindən asılı olaraq 6 günlük iş həftəsi də tətbiq oluna bilər. Lakin vacib məqam odur ki, həftəlik 40 saat limiti dəyişməz qalır. Başa düşdüm. İndi keçək dinləyicilərimizdən gələn suallara. Çox maraqlı bir sual var. Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtı eyni şeydir. Çox adam bunları qarışdırır deyəsən. Əla sualdır, çünki həqiqətən fərqlidirlər. Xeyr, eyni anlayış deyil. Qısaldılmış iş vaxtı qanunla müəyyən edilmiş xüsusi kateqoriyalı işçilərə aiddir. Məsələn, 18 yaşına çatmayanlar, əlilliyi olan şəxslər, hamilə qadınlar. Sonra zərərli və ya ağır şəraitdə işləyənlər də var. Bəzi peşələr, məsələn, həkimlər, müəllimlər üçün də tətbiq olunur. Onlar üçün, yəni, qanun özü deyir ki, daha az işləməlisiniz. Bəli, məhz belə. Onlar üçün həftəlik iş müddəti 36 saatdan, bəzi hallarda hətta 24 saatdan çox olmamalıdır. Və ən vacibi bu, onların tam iş günü sayılır. Yəni, maaşları da tam ödənilir. Bu çox əhəmiyyətli güzəştdir. Bəs natamam iş vaxtı nədir onda? Fərqi nədədir? Natamam iş vaxtı isə deməli adətən işçi ilə işə götürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Tutaq ki, kimsə sağlamlıq vəziyyətinə görə ya da deyək ki, 14 yaşınadək uşağına qulluq etmək üçün daha az işləmək istəyir. Yəni könüllü bir şeydir daha çox. Əsasən ya natamam iş günü olur, məsələn, günorta gedir, ya da natamam iş həftəsi, məsələn, həftədə 3 gün işləyir. Burada əsas fərqi odur ki, əmək haqqı işlənmiş vaxta, yəni saatlara görə mütənasib ödənilir. Amma işçinin digər hüquqları, məzuniyyət hüququ, əmək stajı və s. bunlar məhdudlaşdırılmır. Çox aydın izah etdiniz, təşəkkürlər. İndi başqa bir sual. Bu da çoxlarını narahat edir. Həftədə 40 saatdan artıq işləyirəmsə, bu həmişə qanunsuz sayılır? Yox, həmişə qanunsuz deyil. Məcəllədə buna iş vaxtından artıq iş deyilir. Müəyyən şərtlər daxilində buna icazə verilir. Normalda işçinin razılığı olmalıdır, işə götürəndə bu barədə əmr verməlidir. Təbii ki, fövqəladə hallar istisnadır. Qəza, təbii fəlakət zamanı razılıq tələb olunmur. Yəni işçi razıdırsa problem yoxdur. Limitsiz işləmək olar. Yox, elə deyil. Ciddi limitlər var. Məsələn, ardıcıl 2 iş günü ərzində iş vaxtından artıq iş 4 saatdan çox ola bilməz. Əgər iş ağır zərərli şəraitdədirsə, bu limit daha da azdır. 2 saatdan çox olmaz. İşə götürən də bu əlavə saatların dəqiq uçotunu aparmalıdır. Mütləq. Və yəqin ki, ödənişi də fərqli olur.
Əlbəttə, əlavə iş saatları üçün ödəniş ayrıca tənzimlənir. Daha yüksək tarifli olmalıdır. Ya 2 qat məbləğdə, ya da razılaşma ilə əlavə istirahət günü verilməlidir. Deməli, razılıq olsa da bunun qaydaları, limitləri və əlavə ödənişi var. Bu vacibdir. Maraqlıdır, bu qaydalar bizim üçün aydındır. Bəs dünyada necədir vəziyyət? Məsələn, bəzi mənbələr var, report az, BMT hesabatına istinad edir ki, çevik qrafiklər daha məhsuldar ola bilər. Tamamilə doğrudur. Çeviklik yəni müasir trenddir. Həm işçiyə rahat olur, həm də bəzən işə götürənə sərf edir. Amma digər tərəfdən BBC News Azərbaycanca kimi mənbələr Yaponiyadakı karoshi, yəni həddindən artıq işləməkdən ölüm hallarını və ya başqa ölkələrdə hələ də çox uzun iş saatlarının problemi olduğunu göstərir. Dəhşətli səslənir. Deməli, balans çox önəmlidir də. Həm qanuna əməl etmək, həm də, belə deyək, insan kimi yaşamaq. Məsələ, qanunu bilmək həm işçinin öz hüquqlarını qoruması üçün vacibdir, həm də işə götürənin düzgün iş mühiti yaratması üçün. Bütün bu iş saatları, qrafiklər, balans məsələləri fonunda əlbəttə düzgün işi tapmaq və ya uyğun işçini cəlb etmək də önəmli məsələdir. Elə bu yerdə sponsorumuz Jobzonsko UT-ya da düşür. Bəli, Jobzonsko UT məhz bu məqsədlə yaradılıb. Həm iş axtaranlara, həm də işə götürənlərə kömək etmək üçün. İşə götürənlər üçün çox rahat bir panel var. Vakansiyaları idarə etmək, namizəd bazasına baxmaq, mesajlaşmaq, analitika aparmaq. Çox funksiyonaldır. İş axtaranlar üçün də maraqlı yeniliklər var deyəsən. Hə, yeni bir filtr əlavə olunub. Bu çox praktikdir. İndi olduğunuz ünvana və ya seçdiyiniz hər hansı bir yerə, müəyyən kilometr radiusunda olan işləri asanlıqla tapa bilərsiniz. Məsələn, evinizə yaxın iş axtarırsınızsa, çox kömək edəcək. Əla. Və indi işə götürənlər üçün xüsusi bir təklif var, eləmi? Bəli, çox cəlbedici təklifdir. Deməli, hazırda iyun ayı ərzində Jobzons.co platformasının işə götürən panelinə qoşulan şirkətlər, diqqət edin, platformanın bütün premium xüsusiyyətlərindən tam 3 ay müddətində ödənişsiz istifadə edə biləcəklər. Super. Bütün HR mütəxəssislərinə səslənirəm, bu fürsəti qaçırmayın. İşə götürmə prosesinizi daha müasir, daha effektiv etmək üçün əla şansdır. Əlbəttə, arzuladığı işi axtaranlar da mütləq jobzons.co saytına baş çəksinlər. Orada haqqımızda tez-tez verilən suallar, əlaqə məlumatları, hər şey var. Bugün, belə deyək, Əmək Məcəlləsində iş vaxtı ilə bağlı əsas məqamlara toxunduq. Ümid edirəm dinləyicilər üçün faydalı oldu. Məncə çox faydalı oldu. Qanunları bilmək həmişə gücdür. Amma biraz da gələcəyə baxaq, nə deyirsiniz? Hə, maraqlı fikirdir. Məsələn, düşünürəm ki, görəsən texnologiya, süni intellekt, avtomatlaşdırma gələcəkdə bizim iş saatlarımıza, iş rejimlərimizə necə təsir göstərəcək? Bəlkə də o qlobal səviyyədə müzakirə olunan 4 günlük iş həftəsi daha real bir şeyə çevriləcək. Kim bilir? Ola bilər, zaman göstərəcək. Amma bu barədə düşünməyə dəyər. Həm işə götürənlər, həm də işçilər üçün yeni imkanlar və ya çətinliklər yarada bilər. Bəli. Əziz dinləyicilər, bəs siz nə düşünürsünüz? Və növbəti dəfə hansı mövzuları müzakirə etməyimizi istərdiniz? Fikirlərinizi, təkliflərinizi ya da bugünkü mövzu ilə bağlı əlavə suallarınız varsa, bizə yaza bilərsiniz. E-mail ünvanımız info@jobzons.co yaxud elə şərhlərdə də fikirlərinizi bölüşə bilərsiniz. Hər birinizə diqqətiniz üçün təşəkkür edirik. Gələn həftə eyni gün, eyni saatda yenidən sizinlə olmaq ümidi ilə. Sağ olun, salamat qalın.